Salam, hər vaxtınız xeyir dostlar. Bugünkü videomuzun mövzusu ordumuzun arsenalında olan 2S9 Nonaes öz yeriyən artilleriya sistemidir. 2S9 Nonaes hava desant qoşunları üçün xüsusi hazırlanmış, özündə haubitsa və minatan xüsusiyyətini birləşdirən öz yeriyən artilleriya sistemidir. Əvvəlcə ənənəyə uyğun olaraq bir qədər tarixə nəzər salaq. 1960-cı illərdə SSR hava desant qoşunlarını yenidən inkişaf etdirməyə başladı. Bu zaman desant qoşunlarında öz yeriyən haubitsa və minatana ehtiyac olduğu məlum oldu. Bu artilleriya sistemlər desant təyyarələrində hava yolu ilə daşınmalı və təyin olunmuş əraziyə paraşütlə endirilməli, yerə endikdən sonra qısa müddətdə atəş mövqeyinə çıxarılaraq desant bölmələrini artilleriya atəşi ilə təmin etməli idi. Bu artilleriya sistemləri həm daşıyıcı təyyarələrə uyğun olması, həm paraşütlə təhlükəsiz şəkildə endirilə bilməsi üçün yüngül, kiçik, kompakt olmalı idi. Lakin o vaxt bu tələblərə cavab verə biləcək artilleriya sistemi yox idi. ASU-85 var idi, o da haubitsa deyil, tank əleyhinə top idi. Öz yeriyən haubitsa ümumiyyətlə yox idi. O vaxt ordumuzun da arsenalında olan 2S1 Qvazdika layihəsinə başlanmışdı, lakin o artilleriya qoşunları üçün idi. O ağır olduğundan desant qoşunlarına uyğun deyildi. Onun çəkisi nəzərdə tutulan çəkidən 2 dəfə ağır idi. Beləliklə desant qoşunları üçün sıfırdan öz yeriyən artilleriya sistemi hazırlanmalı idi. Nəticədə 1960-cı illərdə 2S2 Fiyalka haubitsası hazırlandı. Bu haubitsa gülləsiz konstruksiyaya sahib idi. Yəni qülləsi yox idi. Sadəcə gövdə hündürləndirilib döyüş bölməsi hazırlanmışdı. Haubitsa Qvazdikanın 122 mm-lik 2A31 topunun modifikasiya olunmuş modeli olan 2A32 topu ilə təchiz olunmuşdu. Fiyalkanın prototipi hazırlandı, testlərə tabe tutuldu və bu testlərdə onun çatışmazlıqları ortaya çıxdı. Nəticədə həm Fiyalka layihəsi, həmçinin 120 mm-lik minatan layihəsi də var idi. Həm minatan layihəsi, həm Fiyalka layihəsi baş tutmadı. Daha sonra 70-ci illərdə BMD-1-in bazasında 2S9 Nonaes hazırlandı. Nonaes Sovet hava desant qoşunlarının tələblərinə uyğun idi. Yüngül, kiçik, kompakt idi. Bu da onun hava yolu ilə rahat daşınmasına və buraxılmasına imkan verirdi. Həmçinin Nonaes haubitsa və minatan xüsusiyyətini özündə birləşdirdi. Onun yivli 2A51 topu həm 120-lik top mərmiləri və eyni çaplı minatan mərmilərindən atəş aça bilir. Bu sayədə ondan həm haubitsa, həm minatan kimi istifadə etmək olur. Nonaes 1979-cu ildə istehsalına başlanılıb, 1981-ci ildə silahlanmaya verilib. Bu artilleriya sistemi Azərbaycan ordusunun silahlanmasında 1-ci Qarabağ müharibəsindən var. Qeyd olunan məlumata görə 2000-ci illərin əvvəllərində ordumuz Rusiyadan əlavə 26 ədəd Nonaes alıb. Lakin təxmini o vaxtlardan bəri Nonaeslər ordumuzda istifadə olunmur, sadəcə ehtiyatda saxlanılır. Düşünürəm ki, Nonaesləri modernizasiya edib ordumuzun istifadəsinə vermək olar. Modernizasiya ilə onun həm elektronikası yenilənə bilər, məsələn, nişangahı müasir termal görüşlü nişangahla əvəz oluna bilər. Eləcə də rəqəmsal atəşi idarə etmə sistemi, ANS GPS naviqasiya sistemi, müasir rabitə sistemi kimi müasir sistemlərlə təchiz oluna bilər. Eləcə də şassi dəyişdirilib, məsələn, BTR-70 ilə əvəz oluna bilər. Məsələn, Rusiyanın BTR-80 şassisində hazırladığı 2S23 Nona SVK modeli var. Eyni ilə ölkəmiz də BMD-1 şassisini BTR ilə əvəz edə bilər. İndi isə Nonaes'in taktiki texniki xüsusiyyətləri ilə tanış olaq. Onun çəkisi 8,5 ton, mühərriki 240 at gücündə 5/20 dizel mühərrikidir. Onun maksimal sürəti saatda 60 km-dir. Nonaes həmçinin suda üzə bilir. Onun suda üzmə sürəti saatda 9 km-dir. Texnikanın hərəkət mənzili isə 500 km-dir. Qurğunun silahı 120 mm çaplı 2A51 topudur. Bu top həm minatan, həm top mərmilərindən atəş aça bilir. Onun maksimal atəş mənzili minatan mərmiləri ilə 7100 metr, top mərmiləri olan 3F49 mərmiləri ilə 8800 metr, aktiv-reaktiv 3F50 mərmiləri ilə isə 12800 metr təşkil edir. Qurğunun şaquli tuşlama bucağı -4 -80 dərəcə.
Üfüqi tuşlama bucağı hər tərəfi 35 dərəcə olmaqla 70 dərəcədir. Topun tuşlama mexanizmi mexanikidir. Top şaquli və üfüqi mexaniki qollarla çevrilir. Non-IS-in heyəti sürücü, tuşlayıcı, doldurucu və komandir olmaqla 4 nəfərdir. Bunlardan tuşlayıcı ilə doldurucu qüllədə, komandir isə gövdədə sürücünün sol tərəfində yerləşir. Non-IS dar balaca texnika olduğundan qülləyə tuşlayıcı ilə doldurucu ancaq sığır. Texnikanın içərisi dar olduğundan sursat bölməsi də düz əməlli deyil. Hissə-hissə, bir hissəsi tuşlayıcı kreslosunun altında, bir hissəsi doldurucunun arxasında, bir hissəsi qabaqda topun altında. Yəni doldurucu əlini hara atır, mərmi çıxar. Bəs əgər Non-IS-in şassi dəyişdirilib daha geniş şassi ilə əvəz olunsa, onun döyüş bölməsi genişlənərmi? Xeyr, mümkün deyil. Çünki onun qülləsi də dardır. Heyət qüllənin içərisində olduğuna görə döyüş bölməsini genişləndirmək mümkün deyil. Bəs sizcə ordumuzun Non-IS-ləri modernizasiya olunmalıdır, yoxsa yeni artilleriya sistemlərinin alınması daha məqsədə uyğundur? Şərhlərdə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. Videonu bura qədər izlədiyinizə görə hamınıza minnətdaram. İnşallah növbəti videolarda görüşərik.